Suvar Ləzgi mahnı və rəqs ansamblinin konsertinə başlayır. Gənclik rəqsi.
Han тоже музыку. Salam aleyküm. O hoş günde icazə verin. Ben de Üzeyir Hacı Beyli adına Bakı Musiki Akademiyası Kalitesinden öz adından bu nüfuzlu mənalı əsr mənalı tolerant salon qazı 20 ilin faaliyeti yubileylə tabii ki kolektiv salon qazı əməkdaşları redaksiya yazıyorsunuz. Amelden tabii ki değil mi? Ve ben ancak bir adama da ben gönül bir şekilde öldürmek istiyorum bu sadakat halkı. Bilirsiniz biz sadakat halkından 2005. yılında tanıştık. Ve 2005. yıla bugüne kimi biz sırf emektaşlık yapıyoruz. Hem ilk musiki kurbanlı, musiki dünyası kurbanlı redaksiyalar çünkü sadakat halkı bir işliği bize mesleğimizdir. Ve bugünlerde biz ancak ne bileyim, güzel bir can sağlığı, uzun, yaratıcı olur, hoşbahtlık, ruhlar arzuyor. Bugünlerde ben sizi bir lahiyle tanışabileceğim. Ahirci bizim lahimizdir. Bu lahi adlanır Azerbaycan'da yaşayan halkların 50 mahnısı. 50 mahnısı ona göre ki bu lahi bizim 50 yıl gibi bizim almışlarımız hediye. Ve bu lahi Azerbaycan'da yaşayan halkların karnaval kuşağında hazırlanıyor. Bütünler, İngilizler, Balakanlar, Ruslar, Havanlar, Dalaşlar, Ataklar, hamısını dersinden diyeceğim Azerbaycan'da. Ona göre biz bu olayı anlamlandırırken ki As-Sami halkı, Azerbaycan'da yaşayan halkı. Bu birinci dönemde ben hatırlıyorum 1993 yılı bizim ulu önderimiz As-Sami halkı dönemleri görüşünde bir havamız fikir seslendirdi. O demişti ki ülkede de çok halkları birleştirirse bir kuvvet izler. Ve bu layık, gösterdik Azerbaycan sözsüz ki tolerantlar. Layık neyinki ben biz tutulur. 3 ay ərzində biz bütün Azərbaycanı gəzdik, biz bunu gəzdik. Və daha görüntü aldığının mahnısı notları da yazdık. Topladıq və işlandık. 10 dildə xulası yazdık. O cümlədə Türk dilində, Alman dilində, Fransız dilində, Arap dilində, Fars dilində, Çin dilində, Kitay dilində, Çin dilində, Yapon dilində o təbrik edici. Və indi mən vaxtımızın qədər pisliyi olmuşsunuz. Çox mühüm olar. Mən sizə bir tanışırıq, xahiş edirəm. Bir baxaq, siz xalq haqqıları bilirsiniz. Buyurun. Ben bu görürsün Azerbaycan Kürtler, Kalışlar, Lezgiler, sonra görsen oğlum. Görürsünüz Rus, Rütul, Uciller, Təpiklər, Çaxurlar, Gürcülər, mesela. Tolerantlar mesela budur. Buyurun. Bu da aslında.
Eski halk rəqsi Kavxa.
Elvina Heydarova.
İfa edir Cemile Zaloğlu. Son bir mikrofon.
tükürmüş uşağı. Perizada daldı, İzzat Abrupulda, Ahbani Hanxunçaya zaldı zavudda. Aburli qalası uçur. O, deməli, xonçalar hazırlamışıq, Novruz xonçaları. Bizim qızlarımız özləri pişiriblər bunları. Sizin üçün. Biz banket verə bilmədik, biz kasıb redaksiya. Amma fikirləşdik ki, bu zaldan ağzınızı şirin edin gedərsiniz. Şimdi bir iki dəqiqə səbriniz olsun, çünki qızlar xonçaların banklarını bağlamağı yaddan çıxardıqlar. Mən də fürsətdən istifadə edib səhnəyə gəldim və istəyirəm razılığımı bildirəm bizim bu gecənin gözəl aparıcılarına, bu gecənin. Əlviyə Həsənova. Buyurun. Xahiş edirəm. Və Şahin Zalov. Çox sağ olun. Gecəni yarışına gətirdiniz. Çox sağ olun, minnətdarım. Və sizə bir elan edəcəyəm indi. Bir elan verməsə, bizə bu məclislə bağlı bir 1000 nəfər müraciət elədi. Biz də qorxa-qorxa, ancaq 300 nəfəri, 300-dən çox oldu, əlavə stullar qoyduq, yuxarıya stullar qoydular və biz 400-ə yaxın insanı dəvət elədik. Mən fürsətdən istifadə edeyim. Bu gözəl zalı, bu aristokrat zalı, bu dünya şöhrətli müğənnilərin çıxış etdiyi zalı bizə etibar etdiyinə görə bizim Azərbaycanın görkəmli bəstəkar, görkəmli musiqişünas alim, bizim mühtərəm Fərhad Bədəlbəyli, İsseri və Azərbaycan Respublikasının xalq artisti Fərhad Bədəlbəyliyə minnətdarlığını bildirim və onun dostu şair müəllimə minnətdarlığını vereyim. Çünki onun sayəsində biz bu zalı əldə elədik. Çox sağ olun. Hamınızı bir yerdə görmək bizim üçün çox böyük xoşbəxtlidir. O yaxşı dost gələndə, yaxşı insanlar evə qonaq gələndə onları buraxmaq istəmirsən və sizin üzlərinizə baxmaq, sizin təbəssümlərinizi görmək istəmirdir. Çox xoşdur. Sağ olun ki, siz varsınız. Sağ olun ki, Savur qəzetini yaşadırsınız. Sağ olun ki, Azərbaycanda, bizim demokratik Azərbaycanda bir ləzgi havası yaradırsınız. Ləzgi abi havası, ləzgi ruhu yaradırsınız. Çox sağ olun. Bayramınız mübarək olsun və xonçalar gələcəyidir. Perizada.
Allah kuvvet. Şansa. Ziyanı var. Saklı baktı. Amin.